Salam, hər vaxtınız xeyir, hörmətli məni dinləyənlər, dinləyəcəklər. Bugün 8 dekabr 2025-ci il tarixdir. Yenə mən həmişə olduğu kimi müraciət eləmək istəyirəm. Bu dəfə imkanlı şəxslərə, vətəndaşlara, istər kişi olsun, istər qadın olsun, kimliyinə asılı olmayalıq. Hörmətli imkanlı vətəndaşlar, mən bugünə kimi danışmışam, demişəm özümün barəmdə. Bütün sosial şəbəkələrdə paylaşmışam, dərdimi, başıma gətirilən müsibətləri, oyunları haqqında danışmışam ki, mənlə mənim balalarımın adımıza ölüm kağızı çıxardıblar, ruhu psixi xəstə kağızı çıxardıblar. Bizim Bakı şəhərin Ərmanov rayonundakı, Göygöl rayonunun Küçük Qarabulaq kəndindəki evlərimizi əlimizdən alıblar və qızıllarımızı, bir ədəd qızıl samovarımızı, 2 ədəd qızıl kəmərimizi, 1 ədəd qızıl çinimizi, 1 ədəd də qızıl kasamızı mənimsəyib ələ keçirdiblər. Mən sizə qızıldan qiymətli vaxtınızı almaq istəmirəm, qısa danışmaq istəyirəm. Bir dənə video göstərəcəm xatırlatmaq üçün. Dinləyin, sonra da davamını danışacağım. Minaya düşübdən ayağın birini kəsiblər. Bax bu kişi onun adına kredit götürüb, yalan deyirəmsə desin, yalan deyirsən. Bütün Azərbaycan baxır bura. Və ondan bir başqa qadın olub. Qızı da Səkinə sizlə danışır. Səkinə ruhi xəstədir, 30 neçə yaşı var, ərə filana getməyib. Yoldaşına xərçəkdir. Bu yalan nə danışırsa hamısını yalan. Mən bu məlumatları bilirdim. Südabədə olub həyatında. Sən yox birincisiz. Mən sizi kimi insan, mənə bunun videolarını atıblar. Nigar xanım, bu adam bacı müqəddəsdir. Qardaş üçün bacı qeyb. Bəli, hörmətli izləyicilər, belə vaxtlar çoxdur. Bu manyak, bu maşennik, bu dələduz, bu rüşvətxor, bu korrupsioner Fatma, özünü bax, bu Fatma, bu manyak, bu maşennik, bu dələduz, bu fırıldaqçı Fatma, deyən olar ki, ay Fatma, sən kimsən axı? Sən soğan yeməyibsənsə da, sarımsaq yeməyibsənsə da, için niyə görünür? Sən hələlik Fatma, hələlik düz deyirsən, nə deyirsən, de gəlsin. Əgər sənin dediklərin düzdürsə də Fatma, sən 80.000 euroyu alıb, niyə qaçıbsan? Harada xarici ölkələrdə qaçıb gizlənibsən? Xarici ölkələrdə tuman, tursik, şitan altında gizlənibsən. Kişilərin xayasının altında niyə gizlənibsən Fatma? Qaçma, gəl dediklərini sübuta yetir. Sən Fatma deyirsən ki, mənlə mənim balalarımın ruhu xəstəyik, mənlə mənim balalarımın adımızı ölüm kağızı çıxardıbsan, var, gəl çıx ortaya. Fatma, sən elə başa düşməklə ki, mən əl çəkəcəm. Mən sənə orada da demişəm. Deyirəm də, Fatma, səndən bax, bu yanındakı şalava şülü yoxalar var, bandıruşa, hamınız bir beyzin qırayalsın. Sizlər manyak maşenniksiniz. Bakının küçələrində, zibilliklərində eşələnən sahibsiz qalıncıqlarsınız, içsiniz. Bu belə. Deməyim odur ki, Fatma, qaçıb gizlənmə. Gəl, sübuta yetir. Ondan keçəndən sonrasına. Baris, mənim uşaqlarımın dayısı Aslanov Baris, mənim uşaqlarım da aya manyak, aya maşenlik arvadının qızının, gəlinlərinin tumanlı tursikini reklam eləyən beyqiriyyət, beynamız. Mənim balalarımın, öz bacının balalarının 26 sot torpağını niyə mənim sənə beyqiriyyət, beynamız arvadını gerdən baxanda hamı bana deyir ki, Alqar, sən söymə, niyə söyrsən bunları? Eşidin ha camat, bu beyqiriyyətlər mənim adıma bu havunu çatıblar. Bu, Baris'in oğlu, Petuk, Qandon köpək oğlu, Zabil. Bu, Aslanov isə uşaqlarımın dayısı, Milli Təhlükəsizlik Nazirliyinin əməkdaşı. Bu, Göygöl rayon, Küçük Qarabulaq kənd icra nümayəndəsi hal-hazırda. Ay, sən bax, bu sənin arvadının, etibar, bu sənin arvadının, ananın, bacılarının, qızlarının tumanı, turşuqı reklam edirsiniz. Ayşə, sən də və sizin opşu, bu hamınız belə.
Ay ameydi, akademiydi, akadeçemiydi. Am beygiriyat, beynamus yaramaz meydi. Bu meydi kent sovetinin mavini işleyip. Ay bedaraz, pettuklar, kandollar, arvatlarının, kız gelinlerinin tumanlı torsokunu reklam edenler. İndi kaçı vardı kimin iştanının tumanının altında gizlenipsiniz. Fatma kaçtı, size 80 bini attı, yerleştirdi içinize. İndi Fatma kayıptadır. Fatma da siz hamınızda cevap verin. Bu Mehdi'nin kardeşi Enver. Neşehor narkoman Enver. Siz benim üstüme avtomat götürüp gelmeyin. Ay, avtomatı götürün gidin. Bilirsiniz kimler lazımdı, kimler. Diyeceğim demişim de. Aynadan girip kapıdan çıkan, kapıdan girip bacadan çıkan, bacadan girip kapıdan çıkanlara gidin öldürün. Ben öldürün. Ben hakkımı hukumu isteyirim. Enver, senin bu kardeşin doğmaca kardeşin Mehdi. Senin balalarının başına oynaş devini elinden aldı. Ha beygret dilin de var danışırsan. Danışırsınız. Tutanın boğazınıza çatsalın. Bu Mehdi. Bu Mehdi. Enver'in bu kardeşi Mehdi. Ve Hanife, Doşan Dodak Hanife. Sen de onlarla beraber. Siz hamınız beygiriyasınız, beynamızsınız. Ana bacınızın, kız gelininizin, arvadınızın lifçiğini, tumanlı turşukunu reklam edenlersiniz. Ve. Bu pastabaş köpeğoğlu, bu kandan köpeğoğlu, Ermeni Necde Karagil'in nevesi Nurəddin. Ay ölürse ama beygiriyat, beynamız. Ay sen saxta diplomla, ay hükümet, bunu ben sana yazmışım, yazacağım da. Bu Petuk Nurəddin, bana bağışçının kız gelinin lifçini, turşukunu reklam eden Nurəddin. Daşkəsən rayonunun Zeylik kəndində işləyirdi, yaşayırdı orada. Orada bir cavan kızla cinsi əlaqədə olub. Zorluyub daha doğrusu həmin kızı. O kızın da getirip gelmişti buraya Qarabulaq kəndinə. O kız da bunun diplomunu oğurlayıb aparıb satıb. Bu Petuk köpeğoğlunun, bu beygiriyat beynamız köpeğoğlu Nurəddinin diplomunu aparıb gedib yandırmışdı. Düz eləmişdi, haqq eləmişdi. Az mən sana səsləndim, gəl. Ay Nurəddin, sen devleti aldattın, vəzifəyə keçdin. Yerin zat bizim rayonunda bahçısı işlədi, neyse ya Arif Seyidov sənin yeriydi. Bir Petuk'ta gədə doğdu. Neyse deməyim sözüm çoxdur. Ölün ha beygiriyatlar. Ondan keçəndən sonrasına bana yazırlar. Sen deyirlər ki sen belə, sen elə. Ay bunların gene deyirəm, anasını, arvadını, kızlarını, gelinlerinin tumanını, tursukunu, lifçini reklam eləyənlərdir. Bunlar benim adıma dediğim kimi sənətlər düzəldirlər, saxta sənətlər. İndi sözümün canı odur, manyak Fatma, maşenlik Fatma. Sen kaçıp xaricdə gizlənməklə deyil, səni gətirdəcəm. İlham Əliyevin qadasını alım. İlham Əliyevin başı açılıb da şükür, Allah'ın bu gününe şükür. Muharibə qutardı, İlham Əliyev bilmir. Görsən nətər dənir, sən də Ramiz Mehdiyevin, sən də Eldar Mahmudovun ve onların etrafından olan Fatma sana manyak maşinlik. Eləcə də buradakı qeypərlər, banduruşalar, şul yoxalar. Siz elə bilirsiniz mən beysabatam. Ay, mən çovanam, bəli, mən çovanam. Ama sizi kimisini mən otarırım. Hələ də siz əhəlləşmirsiniz. Bəli, mən deyirəm ki, bunlar bu Fatma 80 bin euro alıb. Sual olacak, bilmem, hardan alınıb? O 80 bin. Bəli, Hacahamat, bayaq da dedim, yenə də deyirəm. Triyapka Fatma, banduruşa Fatma. Sen deyirsən ki, prostitutka Fatma. Sen deyirsən ki, mənim balalarım ruhu xəstədir. Mənim evim niyə bu gündədir? Cındır triyapka, qaçıb gedib xarici kişilerin hayasının altında gizlənmə. Gəl, subuta getir bunların hamısını. Səni məhkəməyə vermişəm, verəcəm də üstə dur. Səni bastıracam, gedəcəm Fatma. Belə getməyəcək. Elə bilirsən səndən eləcə də sənin böyründəki qeypələr var idi. Hamınız bir qeypə bedarazdarsınız. Sos qəmənsiniz. Sizi dincəldəcəm. Darıxmayın qeypə cındır yığınağı. Hələlik bu qədər, yenə də danışacağım. Diqqətinizə görə sağ olun.